Mehriban Əliyeva Mikayıl Cabbarova deyib ki, Mehriban Əliyeva 2 həftə əvvəl Mikayıl Cabbarova deyib ki, Ağbaşın, o cındırın, Ağbaşın, o cındırın nə qədər əmlakı var, nə qədər biznesi var, nə qədər nəyi varsa siyasını gətir mənə. Deməli, Mikayıl Cabbarov da düyməni basır, hamının orada siyasi da var, malı da var, hamının hər şeyi bilinir. Düyməni bastığıyla kserokopiyadan çıxır, yəni kompüterdən çıxır siyahı, neçə vərəq gətirir, qoyur Mehriban Əliyevanın qabağına. Mehriban Əliyevanın qabağına qoyur siyahını. Deməli, Mikayıl Əyyubovun bütün manipoliyasını, siyahısını, sərvətini gətirir, verir Mehriban Əliyevaya. Mehriban Əliyeva Əyyubovun biznesinin bir hissəsinə, bu Bəylər Əyyubovun biznesinin hamısına yox ha, bir hissəsinə, kiçik bir hissəsinə Qalib Məmmədovun nəzarət etdiyini görür. Milyarder Qalib Məmmədovun nəzarət etdiyini görür. Qalib Məmmədovu çağırırlar Mehriban Əliyevanın göstərişindən Əlin Ağayev yanına çağırır. DTX-ya. DTX-ya çağırırlar. Birinci Əlin Ağayev çağırmır da. Əlin Ağayevin elə birinci adamı çağırır. Mabini çağırır. Deyiblər ki, Qalib Məmmədov başa düşdük, bizneslərin başındadır. Başında sənsən. Bildik. Artıq bəylər də ölüm ayağındadır. Ya da ölüb. Bu biznesləri hamısı xanımın, nətər deyirlər qoy deyim, Qalib Məmmədov çağırıb DTX-yə deyirlər ki, bu gündən Paşayevlərə, bizneslər keçir Paşayevlərin adına və sən 10% işləməlisən. İndiyə kimi bəylər üçün işləmirdin mi? İndiyə kimi bəylər üçün işləmirdin mi? Bu bizneslər də bəylərin deyilmi? İndi ay sağ ol, bizneslər keçəcək sənin adına da hamısı. Bəylərin bir hissəsi sənin adına. İndi hamısı keçəcək Paşayevlərin adına və sən işləyəcəksən 10%-ə. Deməli, Qalib Məmmədov deyir ki, Əlin Ağayevə də deyir. Qalib deyir ki, problem yoxdur. Ancaq mən gərək ağsaqqalıma məsləhətləşim. Ağsaqqalım sağalsın, mən onunla məsləhətləşim. Bu söz nə Əlin Ağayevin, nə də Mehriban Əliyevanın xoşuna gəlmir. Məgər ölkənin sahibi mən deyiləmmi ki, bu ölüm yatağında olan, bəlkə də ölən bəylərə gözləyir, hələ ona ağsaqqalım deyir. Qalib Məmmədovun Melisa Park tikinti şirkəti, indi bu hadisə necə düzüldü qoşuldu ha? TikTokerlər xahiş edən 1-2 qoyub hissə bunları paylaşın. İndi bu plan nətər cızıldı? Baxın, bunu poxa salmaq planı nətər cızıldı? Gəlin baxaq. Qalib Məmmədovun Melisa Park tikinti şirkəti Alatavada bir məhəlləni almışdı. Orada 55 ev var idi. İnsafən hamını razı salıb 54 evin pulunu verib sökülməsinə icazə almışdı. Bir ev isə 3 ildi məhkəmədə idi. Enları Hacıyeva 200 kvadrat metr evinə görə 2 milyon yox, 1 milyon 800 min manat pul tələb edirdi. 1 milyon 800 min manat pul tələb edirdi. Bəli, o evin qiyməti həqiqətən çox böyük ev idi, çox bahalı yerdədir, çox böyük evdir və o ev həqiqətən o qiymətədir. Bir otaqlı ev, Targov tərəflərdə oralarda bir otaqlı ev, bircə otaqlı ev, yarım milyondur. Nəzə, 1 milyon 800 min pul tələb edirdi. Şirkət isə onlara 650 min manat verməyə razı olmuşdu. Deməli, Qalib Məmmədovu cəzalandırmaq, bəyləri cəzalandırmaq, bütün hər şeyi əlindən alıb, özünü də içəri basıb,
dalına şampan butulkasını şey eləmək üçün Mehriban Əliyeva düyməni bastı. Belə ki, indi də görünürdü ki, bu adam çox arxalı adam imiş, Elnarə Hacıyeva, elə dalı haralarasa dirənən adam imiş, elə bu planlı sürətdə evi verməyibmiş, bunu qoruyan qüvvə var imiş və Qalib Məmmədovu cəzalandırmaq üçün bu qadından istifadə etdilər. Qabaqcadan evə çəkiliş təşkil etdilər. Qabaqcadan evə çəkiliş təşkil etdilər. Kran sürücüsünü çəkiliş qoydular. Gördünüz mü? Fikir verin ki, orada şüşə vurulur, şüşə dağılır adamın evini, kran gəlir, dağılır. Orada qadın da, o kişi də yoxdur, kişi sonradan gəlir. Kişinin səsi çıxmır. Görürsə orada onu axıra kimi belə durmuş vəziyyətdə qəşək solidni çəkirlər. Orada qadın zad olsa, ay mama, telefon belə fırlanardı, çəkiliş belə olardı. Gördünüz mü, necə gözəl çəkirlər. Necə gözəl çəkilir. Danla bax. Deməli, qabaqcadan Əlin Ağayevin adamları qadınla danışdı. Bəli, buranı vuracaqlar. 2 yerdən vuracaqlar. Bu çəkiliş çəkəcək. Qorxmayın, narahat olmayın. Sizə nə lazım dediləcək? Sadəcə bunları cəzalandırmaq lazımdır. Çox qudurublar. Qabaqcadan evə çəkiliş yerləşdirdilər. Kameralar. Kran sürücüsünü öyrətdilər. Kran sürücüsünü sırası Dövlət Təhlükəsizlik Xidməti verbovk elədi. Sürücünü öyrətdilər ki, pəncərəni sağdan və pəncərəyə vurub, yəni çəkiliş olsun da daha yaxşı görünsün, pəncərəyə vurub sındırsın. Sonra evdəki nümayəndələri, uşaqları, qadınları öyrətdilər ki, çığırışma qoparsınlar, kameraya səslər düşsün. Ondan sonra bütün mətbuata tapşırdılar. Hətta Xəzər TV, Az TV, bütün Azərbaycan mətbuatı, adətən belə xəbərlər, hamı bilir ki, belə şirkətlər hamısı böyük adamlara bağlı da, ya İlhama, ya Mehribana, ya bəylərə, ya Əlin Ağayevə. Belə şeyləri, hələ üstəlik adamı cəzalandırırlar. Adamı boşda çıxar. Amma nə oldu? Bütün Azərbaycan kanalları düymə basıldı, hamı paylaşdı, hamı paylaşdı. Deməli, bu bir plan imiş. Yoxsa Az TV 3 gün fikirləşir, yuxarıdan xəbər gəlirmi, paylaşım kimindir? Gördünüz mü? Hamı verdi efirə. Hamı bəyləri vurdu. Hətta Tural Sadıqlı qardaşımız da bəyləri vurdu. Amma gələn vurulası çox adam var. Deməli, Qalib Məmmədov, deməli, ondan sonra bütün mətbuata tapşırıldı ki, birbaşa Mehribanın Altay Həsənov tapşırdı ki, bütün mətbuata, Çerez Ədalət Vəliyev, bütün məsələni kütləvi ictimailəşdirsinlər. Beləliklə, zəmin yaradıb, sonra beləliklə zəmin yaratdılar, son bəylərin bütün əmlakını ələ keçirməyə, yəni Qalib Məmmədov tərəfdən olan əmlakını, bəylərin çox əmlak xaricdədir. Qalib Məmmədovu həbs elədilər. Bu, əslində, klanlar arası savaşın, müharibənin nəticəsidir. Həmin ərazidə tikinti məhkəmə qərarı ilə dayandırıldı. Qalib Məmmədovun bütün var yoxunu əlindən alacaqlar. Evi sökülənə isə, deyir Qabil bəy, evi söküləni də allatdılar, ona da pul verilməyəcək. Burada yazır ki, Əliyevlərin son olduğunu daha yaxşı bilirlər, evi sökülənə heç nə verməyəcəklər. Ən yaxşı halda, ən ucuz yerdən, Port Bakunun ən ucuz Vayenli Qaradoklardan bir ev verəcəklər. Vəssalam, evi söküləni də allatdılar. Evi sökülənə demişdilər, sənə 2 milyon verəcəyik. Mehriban Əliyevan adamları, Əlin Ağayevin adamları evi sökülənə demişdilər, 2 milyon verəcəyik sənə. Evi söküləni də allatdılar. Qalib Məmmədov, deməli, Qalib Məmmədov Masalının Ərkivan kəndindəndir. Heç kim saymır bu adamı, cəmi bir neçə imkanlı adamla əlaqə qurur və s.